Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının müəllim və tələbələrinin təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin zəngin ədəbi-mədəni irsini əks etdirən mədəni tədbir keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib. Tək ürək, iki coğrafiya, yazılan unudulmaz şeirlər adlı mədəniyyət gecəsi iki qardaş ölkənin ədəbiyyat və incəsənət nümunələrini bir araya gətirib. Tədbir zamanı Azərbaycan və Türkiyənin görkəmli şair və yazıçılarının yaradıcılığından seçilmiş şeirlər səsləndirilib, onların sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Proqram çərçivəsində həmçinin Azərbaycan və Türkiyənin milli mədəniyyətinə əks etdirən rəqs nümunələri də təqdim edilib. Bununla yanaşı, tədbir iştirakçılarına iki xalqın ortaq ədəbi və mədəni dəyərləri barədə məlumat verilib. Mədəniyyət gecəsinin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə xalqlarını birləşdirən ortaq dil, ədəbiyyat və mədəniyyət dəyərlərini tələbələrə daha yaxından tanıtmaq, eyni zamanda iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməkdir. Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı tələbələrə beynəlxalq təhsil mühitində təcrübə qazanmaqla yanaşı, müxtəlif ölkələrin mədəniyyətini yaxından tanımaq üçün də geniş imkanlar yaradır.